Şəlaləm. Sənin qardaşın oğlu İsabalar niyə inanmır ki, mənim sənə qarşı olan fikrim ciddidir? İzah eləyim də sənə. İsabala yazıq neynəsin, onu da qınama da. O qədər eşidib ki, ondan bundan, onun bunun bibisi evlənib, sonra boşanıb. Ona görə də inanmır da, etibar eləmir. İndi mən neynim ki, o mənə inansın? Neynim ki, o başa düşsün ki, mən səni pişik öz balasını sevən kimi sevirəm pişik. Hə, qulaq as da, dadaş, ömrüm. Bax, gör sənə nə deyirəm. Sən deməli belə eləyirsən də, ağlıma yəni ilk gələn fikir ha budur. Sən evi, eşiyi keçirdirsən mənim adıma. Ondan sonra da İsabala inanır. Uje başlayacaq sənə etibar eləməyə də. Başa düşdün? Yəni, yeganə variant budur. Hələ ki, ağlıma başqa bir şey gəlmir. Motosikletimə kimi. Hə, lap motosikletivə kimi. Hə. Motosikletivə keçirsin, lap inanacaq sənə.